Rabi binti Nadir'in qissəsi idi ki, Ənəs ibn Nadir'in bacısı olubdu da, bilirsən. Demək, bir dənə cariyənin ansardan olan qızın dişini qırır. İslamda da bilirsiniz ki, nəfsə nəfsdir, gözə gözdür, dişə dişdir, buruna burundur, qulağa qulaqdır, qısasdır da, yəni bilirsiniz bunu. Bu qızın qabaq dişlərini qırır. Qardaşı Ənəs deyir ki, ey Allahın Rəsulü, Rabiyyənin qabaq dişləri qırılacaq, Rabbinin qabaq dişləri qırılacaq, yəni ki, qisas olaraq belə olacaq. Peyğəmbər sallallahu deyir ki, hə deyir Ənəs, Allahın kitabında qisasdır, dişə dişdir. O da deyir ki, Allah and olsun ki, Rabiyyənin dişləri qırılmayacaq, and etir. Qalə, bunu Allaha inanaraq deyir, Allaha təkəbbür edərək yox, yəni inanaraq ki, Allah subhanahu ta'ala ümid edərək ki, Allah asadlaşdıracaqdır və bunu and içərək və Rasulullah sallallahu hökmünə rədd olaraq eləmir bunu. Yəni bu inanır ki, Allah bunu asadlaşdıracaq, bu olmayacaq. Yəni ya bağışlayacaqlar, ya diyə alacaqlar. Bu mənada, yəni bunu o formada and içir. Allah subhanahu ta'ala həmin o cariyənin, həmin o uşağın, qızın əhlinə hidayət verir. Onlar diyə ilə razı qalırlar və yaxud da affet, bağışlayırlar. Yəni ixtilaf var, yəni diyə alırlar, diyə aldılarsa fisioda qisas yoxdur, ya da bağışlayırlar. Yəni Peyğəmbər sallallahu deyir ki, bu yerdə deyir ki, Allahın qullarından elələri vardır ki, Allah'a and versə, Allahın andını yerinə yetirir. Ənəs ibn Nadir bizə and içir ki, yəni Rabbinin dişləri qırılmayacaq. İnanıram ki, qırılmayacaq, and içirəm. O mənada başa sünnətə. Hə. Lənəhu yuqsimu alallahi fi şeyin yardahu Allah azza və cəllə. Allahın elə bir şey and içir ki, Allah o şeydən razıdır. Məsəl üçün Allah subhanahu taala seçim qoyubdur. Qisasdır, ya diyədir, ya bağışlamadır. Yəni Allahın izin verdiyi bir şeylərdən biridir də. İnsan bunu edə bilər. Ona görə and içir. Və Rəbbi barəsində o qədər yaxşı zəndə olur ki, və bunu and içir. Allah təala da onun neyir, andını qəbul edir. Amma kim Allahın adından and içərsə də, təkəbbürlü edərək Allahın qullarına, özünü onların üstün görərək, belə bir şey deyərsə, Allah onun andını yerinə yetirməz. O əslində o kəs zalimdir, yəni. Necə ki, o çox ibadət edən bir kəs olur, günahkar bir qulun yanından keçəndə and içir ki, Allah səni bağışlamayacaq. Etdiyi günahı. Hər səfər gedəndə, sonra görür ki, belə günah üzərindədir, and içir. Allah subhanahu ta'ala nə deyir? O and içəndə ki, Allah filan kəsi bağışlamayacaq. Allah ta'ala deyir ki, kimdir mənim adımla and içən? Yəni, mən filan kəsi bağışlamayacağam. Kimdir? Bağışlama Allahın əlindədir. Sən Allahın geniş olan rəhmətini qısaldırsan, qabağını bağlayırsan. Allah ta'ala deyir ki, kimdir mənim adımdan and içən ki, mən filan kəsi bağışlamayacağam? Burada inkar sualıdır. Deyir, filan kəsi bağışladım, sənin əməlini puç elədim. Deyir, filan kəsi bağışladım, onun əməlini puç etdim. Başqa rivayətdir. Yəni, görsən də pis şeylə nəticələndi, Allah qorusun. İnsan təkəbbür edərək, özündən razı olaraq and verir və Allah da onun andını yerinə yetirmir. Əksinə, həmin kəsin əməlini puç edir. Niyə? Öz əməli ilə təəccübləndiyi üçün. Heç vaxt öz əməli ilə təəccüblənməm, mən beləməm. Heç vaxt. İbadət əhli idi. O birisi də günahkar idi. Günah edirdi. Günahkarın yanından keçir, deyir ki, Allah onu bağışlamayacaq. Niyə öz ibadətindən təəccübləndim ona görə? Mən namaz qılanam, oruç tutanam, mən sədəqə verirəm, məsəl üçün öz əməlindən təəccüblənibdir. Öz nəfsindən təəccüblənib, Allahın qullarına qarşı istikbar, təkəbbürlük edir.